Biz burada, yəni bu yaxınlıqda yaşayırıq. 83-cü ildən köçmüşük bura, yaşayırıq. Düzdür, Sovet önəmində bura yaxınlaşmaq qeyri-mümkün idi və burada demək Botanika muzeyi səhv eləməmsə adlanırdı bura. Müəyyən vaxtlar keçdi, bildiyiniz kimi Sovet hökuməti dağıldı. 90-cı illərdən sonra bura girmək mümkün oldu. Bura girmək mümkün oldu. Yəni gəlib gəzirik, yaşlı adamlardır. Bura əsas meyl salan yaşlı insanlar, uşaqlar. Nəyə görə? Çünki bu ağaclar çoxdan salınmış ağaclardır. Yəqin ki, siz gördünüz, bayaq baxdınız, gəzdiniz. Çoxdan salınmış ağaclardır. Bu ağaclar da oksigen mənbəyi var. Burada bolluca oksigen istehsal edirlər bu ağaclar. Ona görə də hər bir insana bu xeyirdir. Mən özüm şəxsən ürək xəstəsiyəm. Yanımdakı, bu tərəfimdə oturan, ümumiyyətlə, hamı bura gəl. Saat 6-dan inandırım sizi. İndi hər kəsin öz işinə uyğun. 6-dan səhər-səhər hamı gəzintidədir burada. Gələr 1 saat, 2 saat gəzib gedərlər. O cümlədən bizim də vaxtımız təxmini 10-11 arasıdır. O vaxtlar gəlirdi. İndi bugün biraz gecikmişəm, gəlmişəm bugün gəzintiyə. Bu belə. Başqa nə deyə bilərəm sizə bu haqda? Yəni bu görürsünüz ki, burada skameykalar, zatlar, bunlar heç biri yoxdur. Yəni biraz başqa cürdür. Bu park başqa cür salınmış park idi. Amma hal-hazırda insanlar o qədər bundan istifadə edir. Yəni uşaqlar, fikir versəz aşağılarda doludur, uşaqlı gətirirlər. Xəstələr də burada sağalır. İnanın ki, sağalır. Mən şəxsən öz səhhətimdə xeyli irəliləyiş görmüşəm. Bu bizim burada minus cəhətlərimiz, mənfi cəhətlərimiz nədən ibarətdir? Yəni skameykalar yoxdur oturmaq üçün. Pərakəndə bax bu cür düzəldilmiş yerlərdir. Bunu da buranın işçiləri elə görürlər, bir taxta tapırlar, vururlar ki, otururlar. Özləri də istifadə edir, o cümlədən biz də istifadə edirik. Biz əlbəttə buranı daha abad görmək istəyərik. Çünki artıq bayaq dediyim o Sovet önəmindən indi müstəqil, Allaha şükür, ölkəyik, müstəqil respublikayıq. Bizim artıq öz imkanlarımız özümüz üçündür. Yəni istəyərdik ki, bəli, dövlətimiz də bu işdən məlumatlı olsun. Yəni hansı orqanlardır, idarələrdir, onların da məlumatı olsun və buranı abadlaşdırsınlar. Elə eləsinlər ki, cəmaat doğrudan da xoş istirahət eləsinlər. Buradan udduqları hava canlarına yatsın. Bəzən sonra burasını deyim sizə, yayda biz nə edirik? İnanın ki, hərə gəlir burada, bax, süfrə salır, çörəyin yeyir, sonra da yığışdırır. O cümlədən, bax, buralar dolu olur. Yəni, bizim istirahət yerimiz budur. Biz indi rayonlara dağılma vaxtımız deyil. Yaşlı adamlar və yaxud ki, uşaqlardır, iş adamlarıdır, övladlarını götürürlər bazar günü, belə günlər. Bax, burada otururlar. İstəyərdik ki, abadlaşsın, istəyərdik ki, skamayalar quraşdırılsın, istəyərdik ki, təbii ki, bu torpağın önü ilə getməyək, asfaltın üzəri ilə gedək. Bunların hamısını istəyərdik, bəli. Amma bir şey istəmərik ki, bu təmir olsun, bu düzəlsin, dövlətimiz necə deyirlər, buna rüsum ayırsın, iş görsünlər, asfalt salsınlar, skameykalar qoysunlar, amma sonradan gətirib köşklər, müəyyən butqalar qoyub burada insanların əhvalını korlamasınlar. Vallahi onlar bizə lazım deyil. Tək mənə yox, heç kimə burada. Çünki burada yaxınlıqda olan insanlardır bura gələnlər. Bəli, kənar yerdən də gəlir, amma bu yaxınlıqda olan axı 4-cü mikrorayon, 9-cu mikrorayon, 1-ci mikrorayon, Varovskinin adamlarıdır. Bu ətrafımızdakı çoxdur, hədsiz dərəcədə. Bunlar hamısı bundan istifadə edir. Təbii ki, sabahları gəlib burada bir köşk qoyanda, nəsə bir şey salanda artıq bizə mane olur bunlar. Köşk salacaq, yanında bir çayxana düzəldəcək. Bunlar bizə lazımdır gəlib gəzək 1 saatımızı, 2 saatımızı rahat istirahət edib. Mən görürəm başqa rayonlardan, misal üçün Nəsimi rayonunun hər hansı bir hissəsində, başqa elə Binəqədi rayonunda yaşayır, Binəqədi rayonunun tutam ki, o icra hakimiyyətinin yanında olan park. Axı bu daha gözəl parkdır. Bunun ağacları daha gözəldir. İstəyərdik ki, burada abadlaşsın və hamı da bundan istifadə eləsin.